da vardı. Bunlar hamısı içində hər rəngi var. Bunların da qiyməti 1 manat 50 köşkədə. Hamısı fikir verirsinizsə sağlam soğanlardır. Həyətə əkirsiniz, martın əvvəli hamısı atınız eləmə. İndi əkirməli. Mən sizdən aldım əkirdim. Xeyirli olsun. Bu indi əkirməli. Yəni ki, bir soğumuşlar xəbərsiz elə bilirlər ki, mart ayında əkilir. Çünki gəlirlər bizdən həmişə mart-aprel ayında soruşurlar ki, düzlü soğanlar var. Soğanlar mart-aprel ayında olmayacaq. İndi əkirməlidir ki, martın əvvəli hamısı atacaq. Sabah yenə gələcəm inşallah. Və bu indi əkirməlidir. Mart ayında əkdiyimiz soğanların heç biri atmayacaq. Deyin bilirsiniz. Və bunu indi əkirsən həyətə, martın əvvəli hamısı atacaq. Bir də ki, bizdə əzizləyici 13 rəngdə 3 manat, hansı? 10 manatdır. Əzizləyicilər, bizdə 13 rəngdə cıranlar var. Həmişə açan, yay qış açır. Yəni həmişə açandır bunlarda. Hər rəngi də vardı. Həm həyətdə, həm evdə rahat formada saxlaya bilərsiniz. Hamı ekranı vursun əzizləyicilər, hamı. 3 manatadır qiyməti və soğançalar. Əzizləyicilər, mart ayında istəyirsinizsə həyətiniz güllü çiçəkli olsun, mağaza yaxınlaşıb bu soğançılardan əldə edə bilərsiniz və bütün rayonlara da çatdırılmamız var. 3 manatadır qiyməti, Holland sortudur ya. Hər rəngi də vardır. Yəni heç yerdə olmayan rənglər var bizdə. Əzizləyicilər. 3 manatdır qiymətləri. Çox maraqlı rənglərdir, fikir verin. Həm evdə, həm çöldə aparıb rahat formada saxlaya bilərsiniz. Zəhmət olmasa ekrana tıklayaq və canlı yayın paylaşın. Soğançalar, hər yerdə axtarırsa amma ki, sağlam soğança olmur. Heç sağlam soğançalar yalnız bizim mağazadır. %100 çıxan. Baxın, bunlar sümbül soğançalardır. Ətirli olurlar hamısı. Salam, Liliya soğanı 1 manat 50 qəpikdir. Ağ rəngdə danacaq. Və bizdə burada sümbül soğanları da var, gəsid soğanları. Bunlar da ki, indi əkilir. Martın əvvəlidə hamısı satıcı elə. Ətirli olurlar. Hər rəngindəki ayrı-ayrı ətirləri var. Adenium var. Xeyr, qutarım. Hamı ekranı vursun. Fikir verirsiniz, hamısı da ki, sağlam soğançalar. Bəli, bir ədədi 1 manat 50 köpük. Bu çoxdan olmuş ya məndə. 25 manat edir qiyməti. Üç manatdır qardaş. Sonra bizdə möhtəşəm puansetiyalar var. Əzizləyicilər, puansetiya. Atatürk gülləri. Bax, xüsusi indirmə salmışam sizləri. 10 manatdan apara bilərsiniz. 10 manatdan apara bilərsiniz. Və burada bizdə Holland sortları da var. Ağla çəhrayı rəngdə. Amma bunlar 15 manatdır qiyməti. Əzizləyicilər, baxın, bu ağ rəngidir, bu da çəhrayı rəngidir və bu çəhrayıların biraz orta ölçüləri vardı, 10 manatadır. Sonra maraqlı bizdə bir gül var. Sarmaşıq adlanır. Mandavilla da deyirlər, həmişə açandır bu da. Həmişə açır, həm evdə, həm çöldə saxlaya bilərsiniz. Zəhmət olmasa ekrana tıklayaq və canlı yayıma da Alakaziyamızda var, bəli. 28 manatadır. Burada möhtəşəm gəlirəm. 13 rəngdə
gramımız var. 13 rəngdə əzizləyicilər. Heç yerdə 13 rəngdə yoxdur. Yalnız bizim mağazada. Əzizləyicilər, həm evdə də, həm çöldə rahat formada aparıb saxlaya bilərsiniz. Həmişə də açır. Bu Holland sortudur əzizləyicilər. Allah kaçanı inşallah göstərərəm. Problem yox. Zəhmət olmasa ekrana tıklayaq və canlı yayın paylaşaq. 3 manatadır. Hə xanım? 1 kilo mənə top verərsiniz. Ev gülüdür bə. Qiymət yazılır. 50 kül. Ay məhəbbət, bir dənə mənə get çəkin hə? Çəkim topa. Hə. Soğançalar da əzizləyicilər, hamısı birə-bir çıxan. 10 dənəsini al günən, 10 dənəsi ham satıcı elə, bax bu soğançalar. 10 ədədini al, onu da atacaq. Yəni aynı bilim, biri çıxdı, biri çıxmadı, söhbəti yoxdur. Salam Livya, ağ rəng hamısı məndə. Livya soğanlarımız da var, əzizləyicilər. Olan da qiyməti 1 manat 50 köpük. 10 manatadır. Sonra burada bizdə maraqlı rənglər də vardır. Tam şeyini qiymətli yoxsa balaca? 15 manat da olan. Bunlar 15 deyil. 15. Buradan orada 10 manat olan var. 2 dənəsi götürmən lazım. Hə? 2 dənə götürmən lazım. Balacası var. Cevabım 10 manat olardı. Xırdaları. Hamı ekrana vursun. Bitiblər. Nə bitibdi? 3 manat. Nə bitibdi? Bəli, bütün rayonlara çatdırılmamız var əzizlər. Hər yer, bütün rayon, şəhər, ürəyimiz harəsidir. 1 manat 50 qəpik. Bütün rayonlara çatdırılmamız var. Allah kaza bu dəqiq inşallah, bu dəqiq. Bir dənə. Paçkadar tost neçəyə? Nə? Paçkadar tost neçəyə? 5 manat. Nokta biraz ucuz ve çok alaptı. Xeyr. Bunlar indi əkiz həyətdə bitir. İndi əkirsən, martın əvvəli hamı satıcı elə. Yəni hamısı açıra. İçində xarab olmuş soğan satmıram. Sağlam soğan satıram. Bax, onun hamısı sağlam, belə iri gözəl soğançalardır. Və rayonlara da bax, ədəddən, bəli. Ədədi 1 manat 50 qəpik. Yox, bizdə metroya yoxdur. 5 manada 20 manada 25 manada. Ne kadar ileride? Əzizləyicilər, hamı. Ben o 4 madene bir. 2 manat gördüm. Allah sən valideynə rəhmət eləsin. Sağ ol. Zəhmət olmasa ekran vuraq. Bu deyə məndən Allah kaçsan istəyirdilər. Onu da sizə göstərim. Allah kasiyamız 28 manata küçük qiyməti. 33 manata satdığımız mal idi. Əvvəl 50 qəpiyə veriyorsun. 50 qəpiyini ucu qutardı. Ha. Allah kasiyadır. Sonra bizdə antiurium çiçəkləri var qəşəng. Antiurium çox xoşbəxtlik adlanan bitkidir. 30 manatdır və endirimə də salmışam. 15 manat əzizləyici. Üstü bol çiçəkli antiurium çiçəklərimiz 15 manata. Sayda ki məhdud 15 manat. Antiurium çiçəyi 15 manatdır. Baxın, bax fikir verirsiniz 8 manata satdığımız güldür. 6 manata salmışıq qiymətini. 6 manatadır qiyməti. 25 manata bunları verirəm.
karmaşıqla. Altı manata baxın. Şanslı bambukumuz da var burada. Qəşəng baxın. Şanslı bambuklarımız. Əziz izləyicilər, 10 manatdır. Gəlib 8-in əldə edə bilərsiniz. Peperyumlarımız var qəşəng. Buna baxın, möhtəşəm. Qiymət 28 manatdır. Buna verdiyiniz pul heç vaxt qatmayacaq. Sonra orxideyalarımız 35 manata da vardı. Budaqlıdır. Hər rəngi də vardı. Əzizləyicilər. Bir də bizdə 25 manata olanı da vardı. Dua gülləri. 28 manata satdığımız gül 10 gün ərzində cəmi 25 manata. 25 manat. 33 manata satdığımız malı mağazaya yaxınlaşıb 25 manatını əldə edə bilərsiniz. Son 10 gün ərzində. Sonra burada bizdə möhtəşəm belə gözəl antiryumlarımız var. Üstü bol çiçəkli xarici növ. 30 manatadır qiyməti. Sonra spatfiriumlarımız 20'dir, 18 manatla əldə edə bilərsiniz. 18 manat. Orxideyalarımız 25 manat, 35 manat. Sonra baxın, Elnurə gülü. Dekabristlər. Üstü qonçəli, şaxəli formada 10 manata. 10 manat əziz izləyicilər. Holland sortları damızı 10 manata. 15 manata antiryumlar. Xüsusi endirimdə antiryumlarımız 15 manata. Hamı ekrana vursun əziz izləyicilər. Bırak sanki çıxır. Hər. Bir qozası 1 manat 50 qəpik. Bəli. Sonra olur toxumla nə qədər istəsən. Bəli. Keçirsin. Bəli. Əziz izləyicilər, soğançalarımız hamısı sağlamdır. Sağlamdır. Bildiyiniz kimi sağlam soğançalardır. Heç bir xəstəlik, nə bilim, aldım, çıxmadı söhbəti yox. Həyətə əkirsən, martın əvvəli hamısı sizə elə. Qiymətdəki 1 manat 50 köpüyə. Bəli, və bütün rayonlara çatdırılmamız var. Atatürklərimiz 10 manata, 15 manata. Sümbül soğançalar. Baxın, çox maraqlı güldür sümbül soğanı. Özü bunun ətirli olur, superdir. Möhtəşəm soğançaları 1 manat 50 köpük. Manat 50 qəpik. Soğançanın biri 1 manat 50 köpük. Bunun bizdə hazırları olacaq. Yəni açmış formada olanları 3 manat olacaq. Amma soğanlı mağazaya yaxınlaşıb 1 manat 50 qəpik ilə əldə edə bilərsiniz. Və bütün rayonlara, şəhərə, ürəyiniz har istəyirsə yollayıram. Ardisiyalarımız var. 35 manat əzizləyicilər. Çox möhtəşəm güldür. Ardisiyalar. 35 manatdır qiyməti. Əzizləyicilər, həqiqətən də çox möhtəşəm və bu üstündə gördüyünüz meyvələr yeyilmir, amma həmişə üstündə qalır. Çox möhtəşəm bir güldür. Sonra belə gözəl. Geranlarımız var. Qəşəngdir. Hamısı qəşəngdir. Hollandiyandır əzizləyicilər. Heç yerdə olmayan rənglər var. 12, 13 rəngdir. Holland sortlarıdan. Manata da qiymət. Həyətə də əkə bilərsiniz, evdə də aparıb rahat formada saxlaya bilərsiniz. Hamısına fikir verin.
Qonçəli mallardır ya. Artımlı güllərdir. Zəhmət olmasa əziz izləyicilər, hamı canlı yayımı bəyənsin, xahiş edirəm. Bu izləyirsinizsə bəyənin bana. 3 manata da qiyməti. İndi deyəcəm, hədiyyəli yarış var, hamısı bəyənəcək. Bu ekranı hamı zəhmət olmasa bəyənsin. 3 manata da qiyməti. Bəyənin. İzləyirsinizsə bunu bəyənmək lazımdır. Bunu hamı görsün. Hamı görsün. Hər növ güllərimiz satışda var. Bura xırdalan. Gül sürüydü. Qaşıq gülü nədir qardaşım? Qaşıq gülü sizin hansı gül ediyorsunuz? 2 manat əzizləyici. Sentyabr ayından may ayına qədər qalır. Həyət gülüdür və bunları şaxta falan da etsələr. Zəhmət olmaz ekrana vuraq və canlı yayın paylaşaq.